85 yaşlı kənd mollası əxlaqsız hərəkətlərinə görə həbs edildi. Hadisə Azərbaycanda baş verib. Bununla bağlı məlumatı diqqətinizə çatdıracağım. Amma bu dəqiqə üçün bizi izləyən bütün tamaşaçılarımızdan xahiş edirəm ki, yayımımızı bir dəfə bəyənin. Nə qədər çox bəyənmə olarsa, bir o qədər daha geniş auditoriya bizi izləyə bilər. Bəli, 85 yaşlı babamız, həm də molla babamız əxlaqsız hərəkətlərinə görə həbs edilib. Deməli, Naxçıvanın Culfa rayonunda mollalıq edən 85 yaşlı kişi həm kəndlisinə qarşı seksual xarakterli zoraki hərəkətlər eləyib. Modernazın məhkəmə portalından əldə etdiyi məlumata görə hadisə ötən ilin avqust ayında baş verib. Culfa kəndlərinin birində mollalıq eləyən 85 yaşlı kişi əqli qüsurlu şəxsə qarşı qarajda əxlaqsızlıq eləyib. Bu zaman hadisəni 46 yaşlı şəxsin qardaşı və bir neçə ailə üzvü görüb. Hadisədən dərhal sonra ailə üzvləri və kənd sakinləri tərəfindən hüquq mühafizə orqanlarına məlumat verilib. Molla məhkəmədə özünü təqsirli bilməyib. O ifadəsində hadisənin yanlış başa düşüldüyünü, sadəcə qaraja ehtiyacı olduğu üçün daxil olduğunu və həmin şəxslə zarafat etdiyini bildirib. Lakin şahid ifadələri və zərər çəkmişlərin açıqlamaları bu versiyanı təkzib eləyir. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi ifadəsində hadisənin ailədə və kənddə ciddi psixoloji və sosial sarsıntı yaratdığını, məsələ ilə bağlı əvvəlcədən xəbərdarlıq edildiyini, lakin qarşı tərəfin buna reaksiya vermədiyini qeyd edib. O, həmçinin kənddə başqa şəxslərin də təqsirləndirilən mollanın, kənddəki başqa şəxslər də təqsirləndirilən mollanın qeyri-etik davranışlarının şahidi olduğunu, lakin ictimailəşdirməkdən çəkindiyini bildiriblər. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirli olduğunu tanıyaraq ona 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verib. Yəni 85 yaşlı baba molla seksual xarakterli zorakılıq hərəkətlərinə görə həbs olunur. Özdə ki, molla deyir ki, mən təqsirli filan deyiləm ha. Bir də diqqət etdinizsə, xəbərdə belə bir məqam var idi ki, mollanın qeyri-etik hərəkətlərini görüb digər şəxslər də. Amma ki, onu ictimailəşdirməkdən qorxublar. Yəqin molla deyib ki, sizə bir cadu eləyərəm ki, sabaha səlamət çıxmazsınız mənim balalarım. Ona görə də həmin şəxslər bunu ictimailəşdirməkdən çəkiniblər. Yeganə xəbərdir ki, oxuyanda o qədər içimdən gülmək və bir də ki, mollanın üzünə baxmaq keçdi. Bizdə bəzən sosial şəbəkələrdə bu fikir yazılır. Yaşlılar üçün ki, sənin tayların mərmərdən baxır. Sən isə burada düşmüsən öz ehtirasının dalınca. Düzdür, mən sənin tayların mərmərdən baxır deməyəcəm. Molla əmi, bu onsuz da o molla deyil. Yəni şəkli götürə bilərsən. Mən sənin tayların mərmərdən baxır deməyəcəm. Molla baba. Əmi də yox baba, çünki 85 yaşım var. Çünki o ömrü Allah yazır. Sadəcə bir əqli qüsurlu və 46 yaşlı birisinin üzərində hansı ki, babacan, bu sənin nəvən yaşındadır artıq. 85 sənin var, 46 da onun var. 39 yaş hardasa eləyir səhv eləmirəmsə, aramızda fərq var. Və bir də ki, qarşındakı əqli qüsurlu biridir. Utanmadan qaraja daxil olursan. Utanmadan 85 yaşın. Deyində, amma necə o, bilmirəm valla, məşğul olmuşsansa, onu da bilmirəm. O da bir böyük sual altındadır. Çünki 85 yaşında adətən bilmirəm də. Yəni, insanlar güclə o dişlərini axtarırlar ki, taxsınlar bir tikə supdan zatdan içsinlər. Yəni, 85 yaşında sən bunu necə eləmisənsə, bir qədər bu hissədə bravo düşür sənə. Amma ki, əqli qüsurlu birisinin üzərində zoraki hərəkətlər eləyirsənsə və ondan sonra utanmadan deyirsən ki,
Mən özümü təqsirli bilmirəm. Ehtiyacımı ödəmək üçün girmişdim qaraja və o ilə da zarafat eləyirdim. Molla Boba, sizdə zarafatı qadınların orasına burasına əl atmaqla edirlər. Yəni bu hansı zarafat növüdür? Hər halda zarafat etmişdirsə sizə 4 il 6 ay müddətinə cəza verməzdilər. Yəni sonuçta bir məhkəmənin, hakiminin sizinlə nə qəsdi qərəzliyi var ki, əlinizdə təsbih, başınızda əmmumə və ya papaq ola bilər. Amma ki, sizin mollalıqdan 1 qram da xəbəriniz yoxdur. Nəsə ki, ayıb olsun nəvəsinə göz qoyan mollalara. Mənim boləm deyib o boləsinə başqa gözlərlə baxan mollacıqlara. Davam edirik dəyərli izləyicilərimiz. Digər son dəqiqə xəbərlərdən daha nələr var? Xomeyninin Putinə məktubu siqnal idi. Ərəkçi bunu deyir. İranın ali rəhbərinin Rusiya prezidenti Vladimir Putinə mesajı dünyaya Moskvanın Tehranın strateji tərəfdaşı olduğunu göstərir. Bunu İranın Xarici İşlər naziri Abbas Arakçı deyib. Bu mesaj təkcə Rusiya lideri cənab Putinə ünvanlanmayıb. Digər tərəfdən bütün dünyaya İranın Rusiyanı özünün strateji tərəfdaşı və mühüm qonşusu hesab etdiyinə dair bir siqnal kimi göndərilib deyə Ərakçı qeyd edib. Xarici İşlər Nazirliyinin başçısı ötən gün Ayətullah Əli Xomeyninin məktubunu Vladimir Putinə çatdırdığını təsdiqləyib. Qeyd eləyək ki, bugün Abbas Arakçı ilə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov arasında iki tərəfli görüş keçirilib. Rusiya xüsusi tarixi seçdi. Ukraynanı elə fəlakət gözləyir ki, sanki indiyə qədər Ukraynaya fəlakət yaşatmayıb. Rusiya bundan sonra dəhşətli bir fəlakətlə üz-üzə qalacaq Ukrayna. Sumi vilayətinə kütləvi raket hücumundan sonra Ukrayna prezidenti Volodymyr Zelenski Rusiyanın yeni, daha geniş miqyaslı hücumlara hazırlaşdığı barədə xəbərdarlıq eləyib. Dövlət başçısı bildirib ki, Rusiya Pasxa bayramı və növbəti günlərdə Ukrayna ərazisinə yenidən raket zərbələri endirə bilər. Halbuki Pasxa atəşkəs üçün ümidverici tarixlərdən biri hesab olunurdu. Həmin tarixdə atəşkəsi dəhşətli hücumlar həvəz eləyə bilərmi? Niyə məhz Pasxa günü diqqətdə saxlanılır? Siyasi şərhçi Əli Mustafayev Qlobal Infoza bildirib ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hücumlar beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənir. Sumi şəhərinə edilən hücumdan sonra Ukraynanın müxtəlif ərazilərdən intensiv raket zərbələri endirilib. Növbəti dəfə Ukrayna geniş miqyaslı bombardımanlara məruz qalıb. Bu hadisə bir daha göstərir ki, rəsmi Kiyev hansı addımı atsa da Rusiya hücumlarını dayandırmaq niyyətində deyil. Birləşmiş Ştatların vasitəçilik təşəbbüsləri də Moskva üçün ciddi əhəmiyyət daşımır. Rusiya Ukraynanı tam nəzarətə götürmək, onu işğal etmək istiqamətində maraqlıdır. Bu hücumlarla məqsəd Kiyevi qorxutmaq və onu sülh masasına əyləşməyə məcbur etməkdir. Sırf Pasxa günü hücum üçün əhəmiyyət daşıdığını düşünmürəm. Rusiya onsuz da uzun müddətdir ki, Ukrayna ərazilərini bombalamaqda davam edir. Əli Mustafayev qeyd edir ki, Rusiya təkcə Ukraynaya deyil, həm də Avropa ölkələrinə psixoloji təzyiqlər göstərir. Son günlər Avropada Ukrayna ilə bağlı müəyyən irəliləyişlər müşahidə olunur. Xüsusilə Parisdə Britaniya, Almaniya, Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən iclas Kiyevə dəstək məqsədi ilə formalaşdırılan yeni büdcə və digər təşəbbüslər Rusiyanın narahatlığına səbəb olur. Qərb və Avropa Ukraynaya nə qədər dəstək versə, Rusiyada bir o qədər aqressivləşir. Rusiya bu hücumlarla yalnız Kiyevi deyil, həm də Qərbi və Avropanı qorxutmaq niyyətindədir. Onlara göstərmək istəyir ki, dəstəyin artması daha da böyük qarşıdurmalara səbəb ola bilər. Siyasi şərhçi əlavə edib ki, Rusiya bu müharibəni uzun müddətdə davam etdirməkdə qərarlıdır. Hazırda dünyada yeni bir güc balansı və siyasi düzən formalaşır. Bu prosesin fonunda Rusiya özünü əsas aktorlardan birinə çevirməyə niyyətindədir. Moskva qələbəyə qədər müharibəni davam etdirmək istədiyini açıq şəkildə nümayiş etdirir. Bu isə o deməkdir ki, qarşıdakı dövrdə bölgədə sabitliyin bərpası heç də asan olmayacaq.